Salamlar, mən sizə bugün başa salacağım ki, sürət sitini necə qoşurlar Upload Frosta ilə bir yerdə. Bunun üçün biz daxil oluruq Point Blank-a. Aha. Biz daxil olduq Point Blank-a. Point Blank-da məsələn siz sürət sitini qoşursunuz, niyə ban verirlər qoşanda? Sonra bəzi sitə qoşanda niyə ban olursunuz? Nə səbəblə? Bax, bu Frost Security-si ban eləyir. Bu indi Frost Security-ni mən buradan yox eləyəcəm. Yox eləmək üçün də daxil olub bu proqrama. Baba, baxın tikəndə. Daxil olandan sonra nə girsin? Proqram açıldı. Proqramda burada görəsiz kernel-ə girəsiz. Burada iki şey görəsiz. C program file 4game Point Blank Frost Security Innova 2 dənə Innova görəsiz. Birinci Innovanı da delete eləyirik. İkinci Innovanı da delete eləyirik. Всё. Daxil olub prosesor. Siz burada aşağı düşəsiz. Burada görəsiz Point Blank. Point Blank'ı kill veririk. Bir dəfə üstündən basırıq. Oba. Point Blank necə deyim? Təzədən daxil olduq Point Blank-a. Aha, girdik deməli Point Blank-a təzədən. Təzədən girəndən sonra yenə də Frost görürsünüz burada. Bu Frost imkan vermiş ki, biz cheat eləyək. Hilə qoşaq. Bunun üçün indi də daxil olursunuz prosesor hackerə. Aha, proqrama daxil olduq və düşürük aşağı proqramdan. Burada görürük Point Blank. Point Blank-da sağ knopkanı basırıq gənə də. Burada Properties daxil oluruq. Buradan da Triad daxil oluruq bura. Burada bir dənə şey tapmalıyıq, o da ki Frost update edilir. Bunun sağ knopka üstündən basırıq. Deməli X vururuq və da. Всё, yoxa çıxdı. Hər şey X vururuq. Proqramları qoyuruq qırağa. Baxın, bax Frost yoxdur. Yoxa çıxdı. Upload Frost'amız var. Всё, bütün nə sürət, nə istəyirsiniz qoşun. Banzad olmayasınız. Play savat verə bilər, server ata bilər sizə, amma ban olmarsınız. Heç vaxt. Onun üçün də indi başlayaq sürət sitini qoşmağa. Daxil oluruq. Aha, sürət sitini də qoşmaq üçün öyrədirəm sizə necə qoşurlar. Bir dənə otaq açırsınız. Biblioteka kod qoyaq ki, manipulyasiya öyrətməsinlər. Açırıq deməli chat engine-ni. Chat engine-i açdıqdan sonra həmən kimi otaq açmışıq. Biblioteka kod da qoymuşuq. Buradan Point Blank-ın prosesini seçirik. Point Blank, okey. Bura aval basis eləyirik. Bura yazırıq 18.00.0.0.0 08.00.0.0.8-in hashtagda. Freska ilə vurub gözləyirik. Bu proqramda sayta qoyacağım, chat engine-ni götürərsiniz. Və burada znaçeniya tapdıq, sağ knopkanı basırıq. Aha. Gördüyünüz kimi burada rəqəmlər görəsiniz. Rəqəmlərin arasında 08.00.08 08.00 arasında 00 arasında 00 eləyirik 06 sağ knopkanı basırıq 2 byte eləyirik OK vururuq. Sonra açırıq buranı, bu proqramı. Bu proqramda aşağı düşdü. Buna bir dənə quş qoyuruq. Всё. Və sürət sitini qoşuruq. Diqqətlə baxın. Deməli bu speed hackdır. Daxil oluruq speed hacka. Sürəti qoşuaq 5-ə. Oba. Görürsüz? Sürət sitimiz qoşuldu. Çıxırıq otaqdan. Bir dənə kaç otağı. İqrat eləyirik. Ban verməyəcəklər. Nə qədər siz speed qoşun.
Sürətçidir, ban eləməyəcəklər. Ha, buyurun, bu da bizim sürətçimiz. Aha, bax belə. Gördüyünüz kimi sürətçi hazırdır. Biz prosto söndürmüşük. Siz əgər Pombliakdan çıxsınız, təmiz çıxsınız, təzədən daxil olsanız, gəl də proses hakeri açırsınız. Orada point blankı gəl də bax belə daxil olasınız, təzədən point blanka girsəz. Orada point blankı gəl də mən dediyim kimi eləyəsiniz. Bir dəqiqə açılsın proqram. Aha, təzədən point blanka daxil olsanız çıxıb. Gəl də mən kimi daxil olasınız, sağ knopkanı basıb bura girəsiniz. Burada baxın, gördünüz mən bayaq sildim də. Burada Frost'u taparsınız, sağ knopkanı basıb X-a vurasınız. Əgər kompüteri söndürsəz, təzədən daxil olsanız da, kompüteri yandırıb, onda təzədən başdan eləyəsiniz bayaq kimi. Daxil olasınız birinci bu anti-rock proqramına. Buradan kernel'ə daxil olasınız həmən kimi. Buradan 2 dənə faili siləsiniz. Sonra prosesorda kill eləyəsiniz point blankı. Təzədən proqram proses hakerə girib Frost'u siləsiniz. Amma Frost'u silmişəm, yoxdur. Bu günlük bu qədər, sağ olun.